Sumqayıt şəhərində küçələrin, yolların abadlaşdırılması, asfalt örtüyünün çəkilməsi prosesi sürətlə həyata keçirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun tapşırıq və tövsiyələrinə uyğun olaraq Sumqayıt Bələdiyyəsi tərəfindən Yaşma bağlarında şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə hazırda asfalt örtüyü çəkilir. Sumqayıt şəhərində şəhidlərin adının əbədiləşdirilməsi və onların ailələrinə göstərilən diqqət və qayğının bir nümunəsi olaraq daha bir əlamətdar layihəyə imza atılıb. Belə ki, Yaşma yaşayış massivində yerləşən və Vətən müharibəsi şəhidi Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyü çəkilir. Hazırda söz gedən ərazidə intensiv şəkildə texnikalar və canlı qüvvə çalışır. Yolun yenidən qurulması ilə bağlı işlər planlı şəkildə icra olunur. Küçənin uzunluğu 500 metr, eni isə 4 metrdir. Ümumilikdə bu yolun tam bərpası üçün 2000 kvadrat metr asfalt örtüyü tələb olunub. Artıq bu material əraziyə gətirilib və döşənməsinə başlanılıb. Əhali üçün xüsusilə vacib olan bu yolun illərdir ciddi problemlər yaratdığı bildirilir. Yağışlı havalarda palçığa çevrilən, quru havada isə toz torpağa qərq olan küçənin asfaltlanması həm yerli sakinlərin gündəlik rahatlığını təmin edəcək, həm də şəhidin adına layiq bir mühitin formalaşmasına xidmət edəcək. Şəhid Cavid Mirzəyevin atası da görülən işlərdən razılığını ifadə edərək dövlətin və bələdiyyənin bu addımını yüksək qiymətləndirib. Onun sözlərinə görə, oğlunun adını daşıyan küçənin abadlaşdırması həm ailəsi, həm də burada yaşayan sakinlər üçün mənəvi bir təsəlli və qürur mənbəyidir. Çətin idi, həddən ziyadə çətin idi. Mən bir gün burada əməyi olan hər bir kəsə, o cümlədən şəhərimizin icra başçısı cənab Zakir Fərəcova öz təşəkkürümü bildirirəm. Allah köməkləri olsun. Mən də fəxr edirəm ki, bir yandan kədərlənirəm, bir yandan da fəxr edirəm ki, bir gün mən də Vətən yolunda nəsə bir iş görmüşəm. Allah köməyimiz olsun qardaşım. Sumqayıt Bələdiyyəsi nümayəndələri qeyd ediblər ki, bu cür layihələr təkcə infrastrukturun yaxşılaşdırılması deyil, eyni zamanda şəhidlərin əziz xatirəsinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır. Onların sözlərinə görə şəhər üzrə bir sıra küçə və yaşayış massivlərində də oxşar abadlıq işləri planlaşdırılıb və mərhələli şəkildə icra ediləcək. Bu təşəbbüs şəhid ailələrinə olan qayğının davamlı xarakter daşıdığını və dövlət siyasətinin mühüm bir istiqamətini təşkil etdiyini bir daha göstərir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid övladlarımızın ruhu daim əziz tutulur və onların adları yaşadılır. Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə çəkilən yeni asfalt örtüyü həm xatirəyə göstərilen hörmətin, həm də ictimai rifah üçün atılan real addımın bariz nümunəsidir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.